Hər il olduğu kimi bu ildə Müqəddəs Qurban Bayramı münasibətilə Rəşad və Elşən Camalov qardaşları Şirvan şəhərində aztəminatlı ailələr, Çernobıl əlillər və bir qism qazi və digər vətəndaşları Qurban Bayramı münasibətilə bax gördüyünüz arxamda qurban payları ayrılıb və bura səhər saatlarından doluydu. Tam bu gördüyünüz arxamda salafan torbalarda qurban payları ilə doluydu və hazırda isə vətəndaşlara paylanılır. Qeyd edək ki, bu ənənə mərhum Silah Sənayesi Naziri Yavər Camalovdan oğullarına ata vəsiyyəti olaraq qalıb və bu gün də onu uğurla davam etdirirlər. Qeyd edək ki, bu yardımlar 850 ailəni əhatə edir və hər ildə Ramazan bayramı, Qurban bayramı və müxtəlif əlamətdar günlərdə ailələr sevindirilir və onlara bayram sovqatı təqdim edilir. Allah kəsilən qurbanları, verilən ehsanları qəbul eləsin. Yavər Camalovun da ruhu bir daha şad olsun ki, özündən sonra bu cür xeyriyyəçilik ənənəsi qoyaraq dünyada bir iz buraxır. Alttan aldı şey. Doğru. Gəl qabağa. Bütün Azərbaycan xalqı Müqəddəs Qurban Bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Bu günləri Azərbaycanda ən gözəl ənənəvi bayramlarımızdan olan Müqəddəs Qurban Bayramıdır. Yavər Camalov Allah ona rəhmət eləsin, mərhum nazirimiz onun qoyduğu yolu bu günləri evlatları, oğlanları Rəşad, Elşən Camalov qardaşları davam edirlər. Bu günləri Şirvan şəhərində Qarabağ qazilərinə, şəhid ailələrinə, Çernobıl əlillərinə, aztəminatlı ailələrə bayram sovqatı verirlər. Mən də Şirvan Qarabağ Qazilər İctimai Birliyinin Şirvan filialının sədri olaraq Şirvan qazilər adından mərhum nazirimizə Allah rəhmət eləsin deyirəm. Elşən, Rəşad, Hacı Ramil qardaşımıza Allahdan uzun ömür, can sağlığı diləyirəm. Bütün Azərbaycan xalqının bayramı mübarək olsun.